Gəlin bir anlıq düşünək. Bugün biz stressdən, yaddaşdan danışanda bütün bunları psixologiyanın mövzusu kimi qəbul edirik. Çox normal səslənir. Bəli, gündəlik həyatımızın bir parçasıdır. Amma bir vaxtlar bu sahə sadəcə fəlsəfə idi. Ruh nədir? Kimi mücərrəd söhbətlərdən ibarət idi. Tam olaraq Bəs biz o sualdan, yəni ruh nədir sualından, beynin fəaliyyətini skan edən cihazlara necə gəlib çıxdıq? bax bu çox maraqlı bir səyahətdir. Sizin üçün göndərdiyiniz o həcmli mənbəni psixologiya kitabını vərəqlədik və bu inanılmaz çevrilmənin ən kəskin, ən maraqlı dönüş nöqtələrini bir araya gətirdik. Bizim də məqsədimiz bu mürəkkəb hekayəni, bu detektiv hekayəsini sizin üçün aydınlaşdırmaqdır. İnsan zehninin sirlərini açmaq üçün yola çıxan fərqli cərəyanların hekayəsi. Bəziləri zehni tamamilə inkar etdi. Nə baş vurdu? Bugün bu böyük mübarizənin içində sizi gəzdirəcəyik. Gəlin onda başlayaq. Hər şeyin başladığı nöqtəyə gedək. 17-ci əsr Fransasına, filosof René Descartes. Bəli. Zehin və bədən. Məhz. Mənbədə onun bir fikri xüsusi vurğulanır. Zehin və bədən fərqli şeylərdir. Bədən bir maşındır, amma zehin, yəni ruh, qeyri-maddidir. Bu ilk baxışdan sadəcə fəlsəfi bir fikir kimi görünə bilər, amma Amma əslində psixologiya üçün bir partlayış effekti yaratdı. Elə deyilmi? tamamilə. Çünki Descartes zehni bədəndən ayırmaqla ona sanki bir etiket yapışdırdı. Bax, bu ayrıca öyrənilməli bir şeydir. O, tədqiqat üçün yeni bir qitə kəşf etmiş kimi oldu. Ancaq bir problem var idi. Bu qitəyə necə ayaq basmaq olardı? Düzdür. Əsrlər boyu filosoflar bu qitə haqqında yalnız uzaqdan danışdılar. Ta ki, kimsə cəsarət edib ora bir, belə deyək, ölçü lenti ilə gedənə qədər. Və o, kimsədə alının psixoloqu Wilhelm Wundt oldu. Bəli, Wilhelm Wundt. Mənbədə onun 1879-cu ildə Leipzigdə dünyanın ilk psixologiya laboratoriyasını qurması bir dönüş nöqtəsi kimi göstərilir. Amma təsəvvür edirəm, insanlara işıq göstərib düyməyə basmalarını istəyirdi. Yəni, bu, bugündən baxanda çox bəsit səzlənir. İnqilab bunun harasındadır. İnqilab əli o bəsitlikdədir. Təsəvvür edin, əsrlər boyu Platon, Descartes kimi nəhəng zəkalar şuur haqqında cild-cild kitablar yazıb. Amma heç kim onu ölçməyib. Heç kim. Wundt isə dedi ki, gəlin fəlsəfəni bir kənara qoyaq, bir insanın bir işığı görüb ona reaksiya verməsinin nə qədər çəkdiyini saniyə ölçənlə ölçək. Yəni, subyektiv bir şeyi obyektiv rəqəmə çevirdi. Məhz bu ilk dəfə idi ki, daxili, subyektiv bir təcrübə, bir şeyi qavramaq, xarici, obyektiv bir rəqəmə çevrilirdi. Bu, zehnin qapısını riyaziyyata və fizikaya açmaq kimi bir şey idi. Psixologiya məhz o laboratoriyada fəlsəfənin kölgəsindən çıxıb bir elmə çevrildi. Deməli, qapı açıldı və psixoloqlar içəri axışmağa başladılar. Amma deyəsən, içəridə fərqli istiqamətlərə getdilər. Həm də necə fərqli. Mənbədə qeyd olunur ki, 20-ci əsrin əvvəllərində ABŞ-da çox radikal bir cərəyan ortaya çıxdı. Behaviorizm. Bəli. John B. Watson. O, 1913-cü ildə sanki bir manifest elan etdi. Zehni, şuuru, hissləri unudun. Onları görmək, ölçmək olmur. Gəlin yalnız və yalnız müşahidə edə bildiyimiz şeyə, davranışa fokuslanaq. Bu, Wundtun başladığı işi, belə deyək, ifrat nöqtəyə aparmaq idi. Behavioristlər deyirdilər ki, insan zehni bizim üçün qapalı bir qara qutudur. Qara qutu. Bizim üçün maraqlı deyil. Onlar üçün ilham mənbəyi də Rus fizioloqu Ivan Pavlov idi. Hamımızın bildiyi o məşhur təcrübə. Zəng səsi, it və yemək. Düzdür. Zəng səsi eşidən kimi itin ağzı sulanır, çünki o, zəngi yeməklə əlaqələndirməyi öyrənib. Yəni şərtlənib. Bir dəqiqə. Deməli, bu o deməkdir ki, bizim reaksiyalarımızın çoxu, məsələn, müəyyən bir musiqini eşidəndə kövrəlməyimiz, əslində Pavlovun itlərindəki kimi öyrənilmiş bir şey ola bilər. Bu, azad iradə anlayışını biraz sarsıdır axı. Tamamilə. Behavioristlərin iddiası elə buydu. Onlar deyirdilər ki, insanlar düşündükləri qədər mürəkkəb varlıqlar deyil, sadəcə ətraf mühitin formalaşdırdığı şərtlənmiş reaksiyalar məcmusudur. Və bu iddianı sübut etmək üçün dəhşətli bir təcrübəyə əl atdılar. İndi o balaca Albert təcrübəsindən danışmağın vaxtıdır. Bəli, təəssüf ki. Mənbədəki təsvir həqiqətən dəhşətlidir. 1920-ci il John Watson 9 aylıq bir körpə olan Albertin üzərində təcrübə aparır. Körpəyə ağ, balaca bir sıçan göstərirlər.
Albert də maraqla toxunmaq istəyir. Normal bir körpə reaksiyası. Amma hər dəfə siçana toxunanda Watson arxada metal bir çubuğa çəkiclə vuraraq qulaq batırıcı bir səs çıxarır. Körpə qorxur, ağlayır. Cəmi bir neçə dəfədən sonra. Körpə təkcə siçanı görəndə deyil, ağ və tüklü olan hər şeyi görəndə dəhşət içində ağlamağa başlayır. Bir pambığı, bir dovşanı, hətta Şaxta babanın ağsaqqalını belə. Dəhşət. Watson sübut etmişdi ki, qorxu kimi fundamental bir emosiya anadan gəlmə deyil, tamamilə öyrədilə bilən bir şeydir. Bu təcrübə bugünkü etik standartlarla sadəcə bir cinayətdir, amma o dövrdə bu, behaviorizmin zəfəri sayılırdı. Sizə sağlam körpə verin və mən onlardan hər hansı birini təsadüfi seçib, istədiyim mütəxəssisə çevirə bilərəm. Həkim, vəkil, hətta dilənçi və ya oğruya. Bu, tərbiyə təbiətə qalib gəlir mübahisəsində çox cəsarətli, hətta biraz da qorxucu bir iddiadır. Yəni, bütün daxili dünyamız bir illüziyadır. Onlara görə bəli. Amma maraqlıdır, Watson ABŞ-da insan zehnini bir qara qutu kimi rədd edərkən, eyni zamanda Avropada başqa biri o qutunun dərinliklərinə enməyə çalışırdı. Əlbəttə, söhbət Sigmund Freuddən gedir. Onlar sanki kainatın əks qütblərində idilər. Watson yalnız görünənə baxırdı, Freud isə Tamamilə görünməyənə. Freudun əsas ideyasını məşhur iceberg metaforası ilə izah etmək olar. Bizim bildiyimiz, fərqində olduğumuz şuurlu zehnimiz icebergin suyun üzərindəki o kiçik hissəsidir. Məhz. Amma əsl şou suyun altında baş verir. Davranışlarımızı idarə edən əsas güc, bastırılmış travmalar, unudulmuş uşaqlıq xatirələri və qəbul edilməyən arzularla dolu nəhəng qeyri-şuurdur. Və Freudun metodu laboratoriya deyildi. Pasiyentlərinin divanda uzanıb danışdığı hekayələr yuxu yozmaları idi. Tam olaraq sərbəst assosiasiyalar. Bunu gündəlik həyatla əlaqələndirmək üçün ən yaxşı nümunə yəqin ki, hamımızın bildiyi Freud sürüşməsidir. Məsələn, yorğun bir iş gününün sonunda müdürünüzə sağ olun əvəzinə sağ ol əzizim demək kimi. Gözəl nümunədir. Dilimiz sürüşür, amma Freudə görə bu təsadüfi deyil. Bu, qeyri-şuurumuzdakı gizli bir istəyin üzə çıxmasıdır. Deməli, Freudə görə biz öz ağlımızın sahibi deyilik. Dəqiq elə. Bizi idarə edən, amma bizim xəbərimiz olmayan qüvvələr var. Beləliklə 20-ci əsrin ortalarına gələndə psixologiya sanki iki yerə parçalanmışdı. Bir tərəfdə behavioristlər, digər tərəfdə psixoanalitiklər. Və bu iki ifrat cərəyan bir-biri ilə sanki müharibə vəziyyətində idi. Bəs sonra nə oldu? Bu müharibənin qalibi oldu mu? Yoxsa tamamilə fərqli üçüncü bir qüvvə ortaya çıxdı? Məhz üçüncü bir qüvvə ortaya çıxdı. Mənbədə bu kognitiv inqilab adlandırılır. 1950-ci illərdən etibarən psixoloqlar düşünməyə başladılar ki, bəlkə də həqiqət bu iki ifratın ortasında bir yerdədir. Nə tamamilə davranış, nə də tamamilə qeyri-şuur. Bəli, bəlkə də insan nə sadəcə stimullara reaksiya verən maşındır, nə də tamamilə qeyri-şuuri istəklərin quludur. Bəlkə də o qara qutunun içərisinə baxmağın bir yolu var. Və birdən-birə yeni bir metafor ortaya çıxdı. Hansı metafora? Kompüter. Kompüter. Bu çox maraqlıdır. Yəni, insan beynini bir növ bioloji kompüter kimi görməyə başladılar. Dəqiq elə, kompüterlərin yaranması psixoloqlara zehni anlamaq üçün tamamilə yeni bir dil, yeni bir alətlər dəsti verdi. Artıq söhbət qeyri-şuuri arzulardan yox, məlumatın kodlaşdırılmasından, yaddaşın həcmindən gedirdi. Tamamilə. Proqram təminatı, aparat təminatı kimi anlayışlar gəldi. Zehin artıq Freudun təsvir etdiyi kimi sirli, qaranlıq bir quyu deyil, informasiyanı qəbul edən, emal edən, analiz edilə bilən bir sistem idi. Bu yanaşmanın konkret bir nümunəsi varmı? Behavioristlərin siçanları, Freudun yuxuları olduğu kimi, kognitiv psixoloqların da öz simvolik təcrübələri oldu mu? Əlbəttə, məsələn, George Miller'in 1956-cı ildə yazdığı o məşhur məqalə, Sehirli rəqəm 7, üstəgəl və ya -2. Adı çox maraqlıdır. Özü də elə. Miller sadə təcrübələrlə göstərdi ki, bir insanın qısa müddətli yaddaşı eyni anda təxminən 7, bəzən 5, bəzən 9, yəni üstəgəl -2 informasiya parçasını saxlaya bilir. Bu inqilabi idi. Niyə? Çünki birbaşa zehnin özünü ölçürdü. Bunun içərisinə baxa bilirdilər. Beləliklə, bu sintez nəticəsində bugünkü mənzərə yaranır. Artıq psixologiya tək bir nəzəriyyə deyil,
sosial psixologiya, inkişaf psixologiyası, neuropsixologiya kimi onlarla fərqli sahənin məcmusudur. Hekayə çox dolambac yollardan keçdi. Bəli, çox uzun və mübarizəli bir yol olub. Amma nəticədə hər cərəyan öz töhfəsini verdi. Behavioristlər bizə öyrənmənin prinsiplərini verdi. Freud daxili dünyamızın əhəmiyyətini gündəmə gətirdi. Kognitiv inqilab isə bütün bunları bir araya gətirdi. Gəlin bu sürətli səyahəti qısaca yekunlaşdıraq. Descartes-in zehni bədəndən ayırması ilə başladıq. Wundt'un laboratoriyasına baş çəkdik. Oradan da behavioristlərlə Freud'un böyük toqquşmasına şahid olduq. Və nəhayət, kognitiv inqilabın bu iki qütbün necə barışdırdığını gördük. Və müasir psixologiyanı formalaşdırdığını anladıq. Bütün bunlar sizin üçün, dinləyicimiz üçün nə deməkdir? Bu o deməkdir ki, özümüzü anlama səyahətimiz heç vaxt bitmir və bugün sahib olduğumuz biliklər dünənin böyük mübahisələrinin məhsuludur. Və sizi bir son düşüncə ilə baş-başa buraxmaq istəyirəm. Mənbəmizdə maraqlı bir qeyd var. Psixologiyanın böyük kəşfləri zamanla bizim üçün adi, sağlam düşüncəyə çevrilir. Çox doğru. Sabah gün ərzində ətrafınızdakı insanların davranışlarını anlamağa çalışanda bir anlıq dayanıb özünüzü analiz edin. Kiminsə hərəkətini izah edərkən onun keçmişdə öyrəndiyi bir vərdişə istinad edirsiniz. Bu, sizin daxilinizdəki behavioristdir. Yoxsa onun gizli bir istəyi, uşaqlıqdan gələn bir problemi olduğunu düşünürsünüz. Bu da daxilinizdəki Freud ya da bəlkə onun yaddaşının və diqqətinin məhdud olduğunu, məlumatı yanlış emal etdiyini düşünürsünüz. Bu da kognitiv psixoloqdur. Çox güman ki, öz gündəlik düşüncələrinizdə bugün danışdığımız bütün o böyük psixoloqların mirasının izlərini tapacaqsınız. Onların mübarizəsi indi bizim düşüncə tərzimizin bir parçasıdır.